Salam dəyərli izləyicilərim və gələcəyin proqramçıları. Ötən videoda paylaşdığım fayton sualı ilə bağlı izah istəmişdiniz. Söz verdiyim kimi bu qəliz görünən, amma əslində bəsit olan sualın izahına gəlin sizinlə birlikdə baxaq. Məsələnin mahiyyəti nədən ibarətdir? Burada bizə iki dənə funksiya verilib. F, bir də G funksiyası verilib. Bunlar əslində bir növ tərcüməsidir. Görək bunlar rəqəmlərimizi hansı dilə çevirir. F-in funksiyası verilib, baxın burada. Birinci funksiyamız n-i, yəni 9-u götürür. 9-u götürür və onu 8-ə bölə-bölə gedir. 9-un içində 8 bir dəfədir. Ona görə yuxarıda gətirib biz yerinə qoyanda 9-u 8-ə böləndə qalığımız 1 olur. Keçirik növbəti prosesə. Növbəti prosesdə də bizdən deməli böldük qalığımız 1 oldu. S-də nə istəyir? Deyir tapdığın bu k-nı sətr tipinə çevir. Biz tapmışdıq biri ədəd tipində. Sətr tipinə çevirəndə dırnaq işarəsi içərisində yazırıq biz bu prosesdə. Üstünə gəlirik. S-imiz nədir? Sadəcə boşluqdur. Daha sonra gəlirik, biz burada deməli 9 vermişdik. 9-u 8-ə də böləndə qalığımız 1 edir. Şərtdə yuxarıda biri yerinə qoyanda 1 0-dan böyük olduğu üçün proses yenə davam edir. Gəlirik, 1-i 8-ə böləndə qalıq 1 alınır. Yenə eyni qaydada 1-i sətr tipinə çevir, üstünə boşluq gəlirik. Və sonda düşürük aşağı. Yenə 1-i 8-ə bölünəndə tam hissəmiz nə verir? Bizə 0 verir. Tam hissəmiz 0 olur. Gətirib 0-ı da burada yuxarıda yerinə qoyanda şərtimiz ödənmir. Ona görə də proses burada dayanır. Və nəticədə əlimizdə deməli S-imiz nə olur? S-imiz bu cür olur. Sətr tipində 2 dənə bir rəqəmi verilir. Yəni 9-u 8-lik say sisteminə çevirəndə sistemdə əlimizdə bu cür qiymət alınır. Bu belə. Daha sonra gəlirik G funksiyasına. G funksiyası da 8-i götürür. Gətirib yuxarıda G funksiyasının yerinə 8-i qoysaq, bizdə şərtdə nə verilib? N böyükdür 0-dan. Yəni 8 böyükdür 0-dan. Düşürük aşağı. 8-i 2-yə böləndə qalığımız alınır 0. Yenə digər proqramdakı kimi bizdən verilmiş ədədi sətr tipində istəyir. Biz çeviririk sətr tipinə. Nə olur? Sətr tipində 0, üstə gəlsin boşluq. Gəlirik 8-i 2-yə böləndə qalığımız 8-i 2-yə böləndə tam hissəmiz olur 4. Çıxırıq yuxarı. 8-dən sonra deməli 4 gəlir şərtimizdə. Şərtdə 4 yəni 0-dan böyükdürmü? Bəli, böyükdür. Proses davam edir. İkinci cavab olaraq qalığımız nə tapırıq? Yenə 0 tapırıq. Yenə gətiririk bu 0-ı, çeviririk sətr tipinə, üstünə boşluq gəlirik. 4-ü 2-yə bölürük növbəti prosesdə. 4-ü 2-yə böləndə nə alınır? Tam hissəmiz 2 alınır. Çıxırıq yuxarı. Növbəti şərtimizdə 2-ni qoyanda 2 yenə 0-dan böyük olur. Yenə proses davam edir. 2-ni 2-yə böləndə qalığımız alınır. Yenə 0. Yenə gətirib 0-ı sətr tipinə çevirib yazırıq. Düşürük növbəti prosesə. Bu səfər 2-ni 2-yə bölünəndə tam hissəmiz olur 1. Yuxarıda yenə şərtə 1 veririk. Nə alınır? Yenə şərtimiz yəni 1 0-dan böyükdür. Proses davam edir. 2-ni deməli 1-i 2-yə böləndə qalığımız eləyir 1. Bu səfər 1-i sətr tipinə çeviririk. Növbəti prosesdə nə istəyir bizdən? 2-yə tam bölmə. 1-i 2-yə də böləndə tam nə alınır? Tam hissəmiz 0 düşür. Gəlib 0 da burada şərtdə yerinə qoyanda baxırıq ki, 0 0-dan böyük deyil. Ona görə bu proses dayanır. Sonda biz return nə alırıq? S1-i nə alırıq? S1-i bilirsiniz ki, biz çevirmə edəndə say sistemlərində yazılışı tərsinə götürürük. Ona görə yazırıq 1 sətr tipində. 1, 3 dənə də 0. S-imizdə aldıq 2 dənə 1. S1-imizdə də aldıq 1 dənə 1, 3 dənə 0. Sonda buna diqqət ediləsi bir məqamdır. Çox vaxt burada səhv edirlər. İndi isə bu